Qanunsuz odlu silah və döyüş sursatlarının əldə edilməsi, saxlanması və daşınması faktları ilə bağlı 10 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin patrul polisi, eləcə də Tbilisi, Acara və İmereti polis departamentlərinin əməkdaşları son dövrlərdə həyata keçirdikləri operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində qanunsuz odlu silahlar və döyüş sursatları aşkarlayıblar. Qeyd edək ki, hüquq mühafizə orqanları saxlanılan şəxslərin üzərində yaşadıkları evlərdə və avtomobillərində axtarış aparıblar. Nəticədə sübut kimi müxtəlif növ odlu silahlar və döyüş sursatları, tapançalar, revolverlər, ov tüfəngi, daraqlar və güllələr götürülüb. İstintaq Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri üzrə aparılır. Saxlanılan şəxsləri 7 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.